Deməli, xanımlar, qoy belə danışım. Ürək dolu gəlmişəm cəmiyyət arasından. Danışacağım. Bugün danışacağım. Bilirsiniz, həm özümdən danışacağım sizə. Həm də ki, insanlardan. Mən neçə vaxt işləyirəm? 45 gündür də bu yolu gedib gəlirdim. Heç də narazı değildim. Ancaq mən bugün danışacağım, siz də qulaq asacaqsınız. Nədən danışacağım? Bax, mən cəmiyyət arasındayım. Getdim, gəldim bir neçə vaxt. İnciklərim çox oldu. Bilirsiniz niyə? Mən iş yerinə incimədim. O qədər gözəl kollektivə düşdüm. İstəyir şirkətə, istəyir işlədiyim yerdə mən oradan heç kimi incimədim. Sadəcə kollektivlərdən yox. Deməli, iş yerində bir xanım mənə deyir ki, belə bir blogerəm. Mənə deyir ki, blogerlər bilirsiniz necə qazanır. Blogerlər çox pul qazanır. Yazıq canımız, adımız çıxana canımız çıxsaydı ondan yaxşı olardı. Deməli, xadimə də bu sözü deyir. Vəzifəsi yuxarıda olan sözü deyir. Sən xadiməsən, xadimələrə canım da qurbandır. Ancaq sən qazanırsan. Mən 45 gün getdim, gəldim, havaya getdim. Bir köpük də almırdım. Sağ olsun şirkət bizə ödəniş eləyirdi. Ancaq getdiyimiz yerdən heç almırdıq. Xadimə sən yox, mən idim. Havayı işləyirdim. Bunu da sənə deyim. Yəni, heç də acığa gəlməsin. Buradan həminki şirkətdən məni izləyən xanımlar və cənablar tağ edin o xanıma. Bu bilsin ki, mən bunun sözünün altında qalmaram heç vaxtı. Yəni, mənə kim nəsə eləsə, kimsə artıq nəsə desə, mən o zamanla saxlayıram, vaxt gələndə deyirəm. Bir də qızlar, mən o qədər sadə bir insanam. Avtobus oturanda uşaqla uşaqlıq eləyirdim, böyüklə böyüklük eləyirəm. Mənim üçün fərqi yoxdur. Qanun qanundur. Biz vətəndaşıq, biz sadə bir insan olmalıyıq. Biz cəmiyyət arasına çıxdıq, öz fakturalarımızı itirməli deyilik. Təsəvvür edin ki, mən uşaqla, o qədər uşaqlarla söhbət edirdim, gələ-gələ ki, yatıb yolda qalmayım, yorğun olurdum. Hansı bir qadınlardan söhbət edirdim ki, yorulmayayım. Mən o qədər sadə bir insanam ki, mən hətta evdən bayra çıxanda üzümə kosmetika da çəkmirdim. Saçım, başım, evdə necə idisə, hələ gedib gəlirdim. Yəni, bu mənim öz fakturamdır, öz mənim imicimdir, öz sevdiyim bir auradır. Mənim alnımda olan qırışlarım, mənə hətta özündən böyük insanlar mənə bibi də deyir. Dedim, əbi yox, qoydum qırağa. Sadəliyimdən istifadə eləməyin. Mənim istəyir qrupda bir yerdə olduğum qızlar, yaxşılarından iraq. Mən cəmiyyət arasına çıxıramsa, can deyirəmsə kiməsə, ondan da istifadə eləməyin. Kimsə məni direktimə yazır, mən ona can deyirəm, azar demirəm. Özünüz də görmüşsünüz. Heç vaxtı da sizi şeysiz qoymamışam. Nədir? Cavabsız. Ancaq ki, çoxsu məndən istifadə edir. Sadəliyimlə. Qızlar, mən bundan sonra özümə söz vermişəm. Mən çox qız qazandım da bu kursda. Ancaq itirdiyimi də itirmişəm. Ona görə ki, həqiqətən də itirməyim yaxşı oldu. Mən bu insanları tanıdıqca həqiqətən də dedim ki, qoy bir dəfə mən açıq danışım cəmiyyətdən. Qoy insanlar bunu hiss eləsinlər ki, mən sizlə bir yol gedirdim. Siz mənə bəlkə tanımırdınız. 83-də gedirdim. 567-də gedirdim. Metro ilə gedirdim. Ancaq siz mənə tanımırdınız.
Ancaq ürəyim o qədər sizdən dolu idi ki, dedim ki, açıb deyəcəm. Cəmiyyət arasında bir dəqiqə o qədər siz həyasızlıq edirsiniz. Siz nəyə güvənirsiniz? Neyinirsiniz? Mən boşum çıxmır. Bax, mən bunu sizə deyirəm. Ona görə bu videonu yazdım. Ürək sözlərim çoxdur. Çox şeylər gördüm. Çox şeylər ha. Bu yolu gedib gələni. Eləməyin belə şeylər. İnsanlara özünüzə davranmadığı kimi insanlara yaxşı davranın. Yaxşı, siz heç kimlə artıq deyilsiniz. Bizlərdən söhbət gedir. Yaxşılarını da gördüm. Onlara canımda qurban. Özünüzü yuxarıdan dartmaqla vəzifə öz qalxmayacaq. Vaxt gələcək, vəzifə düşəcək aşağı.